Kahoot proqramından istifadə etmək üçün ilk öncə Google-a daxil oluruq. Oradan axtarış yerindən Kahoot yazırıq. Daha sonra çıxan proqramın ana səhifəsinə daxil oluruq. Ardınca burada ödənişsiz qeydiyyatdan keç bölməsi var. Ora klikləyirik. Daha sonra isə bizə burada 4 dənə seçim verir. Professional, müəllim, şagird və ailə və dost. Buradan biz müəllimi seçirik. Daha sonra harda nə üzrə istifadə edəcəksə onu seçirik. Daha sonra isə giriş üçün burada bizə təklif olunan birini seçirik. Mən burada Google-la davam etdim. Siz indi hansı uyğundursa onu seçə bilərsiniz. Buradan bir hesab seçirik. Və biz proqrama daxil olduq. Proqramda test hazırlamaq üçünsə burada oluştura klikləyirik. Daha sonra Kahoot-u seçirik. Və belə bir ekran açılır. Burada biz ekranın şəklini dəyişdirmək üçün sağda bizə təklif olunanlardan seçə bilərik. Burada ödəniş də var, ödənişsiz də var. Məsələn, mən bir nümunə olaraq belə göstərdim. Sonra yenidən standarta qayıtdım. Sol tərəfdə isə slayd və səhifə əlavə edə bilərik. Burada ulduz işarəsi olanlar ödənişlidir. Məndə ödənişli hesab olmadığına görə yalnız doğru və yanlış və quizdən istifadə edə bilərəm. Amma siz əgər ödənişli hesab olsa sizdə bunların hər birindən istifadə edə bilərsiniz. Yenə burada da bir dənəsi ödənişsizdir, digər hər biri ödənişlidir. Mən də ödənişsizlərdən istifadə edəcəm. Hərəsinə aid bir dənə nümunə göstərəcəm. Burada həm sualda, həm də cavablarda bizə hərf limiti verir. Sualda bu 120 simvoldur. Hərfdə isə səhv eləmirəmsə 70 simvolu idi. Məsələn, nümunə olaraq mən belə bir sual yazdım. Daha sonra cavabını işarə elədim. Daha sonra növbəti sualı doğru və yalan kimi seçirəm. Burada da yenə sualı əlavə edirəm. Doğru və yaxud da yalan olduğunu burada klikləyirəm. Özü avtomatik yadda saxlayır. Daha sonra bunu yadda saxlamaq üçün qayd edirəm və bu etkinliyə, yəni ki, bu testimə ad qoyuram. Məsələn, mən adını informatika qoydum. Bundan sonra isə davam edə basırıq. Və beləliklə bizim Kahoot-umuz hazırdır. Kahoot-u sunmaq üçünsə, yəni testi işləmək üçünsə, burada canlı sun var. Ona vurdum. Və belə bir səhifə açıldı. Bu səhifədən də başlatı seçirəm. Və Kahoot-um aktivləşdi. Burada bizə pin veriləcək. Biz bu pinlə testi işləyəcəyik. Bunun zaman nə edirik? Kompüterimizdən və yaxud da telefonumuzdan Kahoot IT səhifəsinə bu dəfə daxil oluruq. Kahoot IT-yə daxil olduqda belə bir səhifə açılır. Burada oyunun pinin yazırıq. Bayaq bizə göstərdiyi rəqəm. Bayaq bizə verilən rəqəmi burada yazırıq. Hər oyunun pini də fərqlidir, onu da qeyd edim. Daha sonra ad soyad burada qeyd edirik. Siz öz ad soyadınızı və yaxud da qrupla işləyirsə, qrupun ad soyadını daxil edə bilərsiniz. Daha sonra isə bizə avatar təklif edir.
Onu təklif etdiyini də saxlaya bilərik. Özümüz də yeni avatar yarada bilərik. Daha sonra isə gördünüz, burada mən özüm daxil olduğuma görə bir nəfər. Bu avtomatik bura qeyd olundu və buradan başlat düyməsinə basıram və oyunum başlayır. Mənim quizimin adı idi. İlk öncə doğru yalanı verdi. Burada mən özüm işləyirəm. Bu sualın cavabını bilirəm, doğrudur, ona görə doğruya klikləyirəm. Mən bunu işləmişəm, bunu da ekran kayd eləmişəm. İndi bu video bitsin, növbəti videoda deməli bu testin telefondan işlənmişi olacaq. Daha sonra ikinci sualımız gəlir. Burada bizə oxumaq üçün vaxt verir. Daha sonra isə variantlarla birgə vaxt verir ki, yəni ki, oxu və düzgün variant ver. Və buradan da irəliyə vururam. Peşman olduğuma görə üçüncü, ikinci olmadı. Yalnız birinci oldu, o da mənəm. Bu videoda isə kompüterdə olan videonun telefondan, yəni ki, telefonda işlənmişdi. Kompüterdə istifadəsi üçün, deməli, kompüterdə bir nəfər idarə edir, amma ki, telefondan istifadə edirdim mən. Yəni, bu sualları mən işləyirəm. Məsələn, kompüterdə irəliyə bastım, bu sual gəldi. Amma ki, telefonda irəli, əvvəl falan yoxdur. Yine bu sual gəldi. Yine mən irəliyə bastım və burada nəticələr açıqlanırdı.